Hər vaxtınız xeyirli olsun, kanalıma xoş gəldiniz. Bugün mən deməli ikinci hissə Azərbaycan dili fənni üzrə test toplusundan 2023-cü il təbii ki Dövlət İmtahan Mərkəzinin test toplusundan deməli Arran hökmdarı mətninin izahını verəcəm. Demək, oxuyaq birinci mətni, sonra sualları cavablandıraq. Bu 11-ci siniflər üçündür. Yəni yenə də şərhlərə baxıram. Bir nəfər xahiş edib bu mətnin izahını istəyib. Ona görə məhz Arran hökmdarı mətninin izahını verirəm. Düzdür, artıq buraxılış imtahanı olub bitib. Sadəcə olsun. Növbəti illərdəki 11-lər üçün bir faydası ola bilər. Məsələn, bu ilki onlar gələn ilin 11-lərdir. Lap olsun 9-cu siniflər. Növbəti illərdə təbii ki, onlar da 11-ci sinif olacaqlar. Ona görə də faydalana bilərlər. Hər nəysə, izah edək. Görək nədir? Birinci mətni oxuyaq. Aran hökmdarı. Deməli, Cavanşir və müşahiətçiləri bələdçi ilə birlikdə xəlifənin qəbul salonuna girəndə orada 4 nəfərin olduğuna diqqət etdi. Onlardan biri xəlifənin taxtının sağında, ikisi solunda, digəri isə önündə oturmuşdu. Xəlifə içəri daxil olanda bələdçinin göstərişi ilə Cavanşirlə müşahiətçilər təzim etdilər. Hamı oturandan sonra xəlifə üzünü Cavanşirə çevirərək gülər üzlə "Şərqin hökmdarı xoş gəlib, səfa gətirib" dedi və Cavanşiri irəli çağırdı. Cavanşir xəlifəyə 2 addım qalmış ayaq saxladı. Xəlifə baxışlarını yenə Cavanşirə çevirdi. "Şərqin hökmdarının təşrif buyurmaqda məqsədi nədir? Gəlişimizdə məramımız sənin sayeyi mərhəmətini öz üzərimizdə görmək şərəfinə nail olmaqdır", dedi. Xəlifə Muaviyə razılıq vermək əlaməti olaraq başını tərpətdi və dedi: "Biz səni Arran hökmdarı kimi tanıyırıq. İndi isə süni qiyazlığını da sənə veririk." Cavanşir əllərini sinəsində çarpazlayıb baş əyərək dedi: "Çox lütfkarsan, əmir əl-möminin." Xəlifə sözünə davam etdi: "Biz Azərbaycanın da idarəsini sənə tapşırmaq fikrindəyik." Xəlifənin gözlənilməz təklifi hökmdarı çaşdırdı. Cavanşir xəlifənin sərkərdələrinin Azərbaycan uğrunda, Azərbaycanın zənginliklərini ələ keçirmək uğrunda necə didişdiklərindən xəbərdar idi. Cavanşiri qorxudan da bu idi. O qorxurdu ki, bütün Azərbaycanın hakimliyinə razı olsa, sərkərdələrin qəzəbinə tuş gələ bilər. Bu nəinki Azərbaycanı, hətta onun önəmli bir hissəsi olan Arranı da itirməyə gətirib çıxarardı. Cavanşir bütün bu fikirləri bir anın içində xəyalından keçirdi və cavab verməyə tələsdi. "Sənin lütfünün hüdudu yoxdur, əmir əl-möminin, ancaq qorxuram, bacarmayam. Azərbaycan böyük ölkədir." Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Bura başdan başa türklər ölkəsidir. Arran cəmaatı da onların dilində danışır. Ona görə də fikirləşdim ki, Şərqin hökmdarını torpaqlarına genişləndirim. "Qoy sən deyən olsun", dedi və əlavə etdi. "Məndən başqa istəyin, Şərqin hökmdarı." Cavanşir yenə də, biz nöqtələrin yerinə nəsə bir şey yazmalıyıq. "İstərdim sayeyi mərhəmətindən vergiləri bir qədər azaldasan", dedi. Xəlifə biraz gülümsündü. Sağ əli ilə saqqalını sığallaya-sığallaya vəzirə döndü. "Aran ölkəsindən yığılan vergilərin 1/3-ni Şərqin hökmdarına bağışlayıram", dedi. Cavanşir öz müşahiətçiləri ilə birlikdə iqamətgahına çatan kimi bütün yol boyu susmuş və indi də kədərli görünən Dəvdək qayğılı şəkildə dilləndi. "Dəməşqə varmamız çox xeyirli oldu, ancaq başa düşmədik. Niyə Azərbaycanın hökmdarlığından boyun qaçırdın?" Cavanşir gülümsündü və dedi: "Gəlmişdik saqqal dalınca, bığı da qoyub qayıdaydın, deyirsən. Gəlmişdik saqqal dalınca, bığı da qoyub qayıdardın, deyirsən." Belə. İndi sualları cavablandıraq. Görək nə deyir? 261-ci sualda. Deyir ki, mətndə çərçivəyə alınmış cümlədəki fikir əvvəlində hansı işarə qoyulmuş cümlə ilə izah edilə bilər? Mətndə çərçivəyə alınmış cümlədə görək hansı fikir ifadə olunub? Gəlmişdik saqqal dalınca, bığı da qoyub qayıdaydın, deyirsən. Bir növ, belə deyək də, qaş düzəltdiyimiz yerdə vurub göz çıxardarıq. Yəni, nə bilim, çox istəyən ağızdan olar. Bax, belə, biraz bunlara uyğun bir fikirdir. Aha.
İndi baxaq görək işarə qoyulmuş hansında bu fikir öz əksini tapır. Belə deyim mən sizə, bir baxsaq, misal üçün birincidə deyir ki, o dairədə biz Azərbaycanın da idarəsini sənə tapşırmaq fikrindəyik. Bayaq dediyim kimi, yəni qaş düzəltdiyimiz yerdə bir növ vurub göz çıxardarıq. Uyğun gəlmir də buna. Məsələn, o birisinə baxaq. Cavanşir xəlifənin sərkərdələrini Azərbaycan uğrunda, Azərbaycanın zənginliklərini ələ keçirmək uğrunda necə didişdiklərindən xəbərdar idi, heç əlaqəsi yoxdur. Burada uyğun gəlir bir növ bu üçbucaq şəklində olan. Deyir ki, bu nəinki Azərbaycanı, hətta onun önəmli bir hissəsi olan Aranı da itirməyə gətirib çıxarardı. Yəni görürsünüzmü? Biz başqa bir şey üçün gəlmişik. Yəni bu çərçivədə verilən cümlədən o çıxır da. Buna sual verir ki, bəs niyə sən Azərbaycanın hökmdarlığından boyun qaçırdın? Bu da deyir ki, saqqal dalınca gəlmişik, bığı da qoyub gedərdik. Yəni dediyim kimi əlaşından da olardıq, vəlaşından da olardıq. Nə bilim, qaş düzəltdiyimiz yerdə vurub göz çıxarardıq. Yəni bu mənanı verir. İndi bunu əsaslandıran, bu fikri əsaslandıran cümlə üçbucaqdadır. Yəni biz başqa bir niyyət üçün gəlmişik. Biz nəinki Azərbaycanı, əgər razılıq versəydim Azərbaycanın hökmdarlığına, biz nəinki Azərbaycanı, hətta onun önəmli bir hissəsi olan Aranı da itirə bilərdik. Yəni bunu itirməyə gətirib çıxarardı. Ona görə də variantımız olar, təbii ki, C variantı. C variantında ki, yəni o işarədə ifadə olunan fikir çərçivədə verilmiş cümlənin izahı kimi götürülə bilər. Digər suala keçək. 262-ci suala baxaq. Mətnin üslubuna uyğun olaraq boş çərçivənin yerinə artırıla bilən nümunələri müəyyən edin. Mətn hansı üslubdadır? Bədii üslubda. Mətn bədii üslubdadır. Yəni belə deyək də, bizə bir əhvalat danışır. Təbii ki, bu bədii üslubda olan bir mətindir və bədii üslubda da bədii üslubun özəlliyi nədir? Yəni orada əsas nə lazımdır bizə? Bədii üslubda obrazlıq olur, emosionallıq olur, məcazilik olur. Deməli biz belə sualda, variantlarda, verilmiş rəqəmlərdə, o cümlələrdə, yəni biz məcazi olanları seçək. Görək hansında məcazilik var, mətnin üslubuna uyğundur. Çünki mətnimiz bədii üslubdadır. Baxırıq. Birinciyə baxırıq, deyir ki, xilafətdə baş verən siyasi çevriliş, Əməvilər sülaləsinin hakimiyyəti başına gəlməsi Cavanşiri öz siyasi xəttini dəyişməyə vadar edir. Baxın, belə deyək də, bədii üsluba uyğun bir cümlə deyil. Bu daha çox tarix elmi ilə bağlıdır. Elmi üslub deyərdim. İndi deyərsiniz ki, termin sıxlığı yoxdur falan filan, amma yenə də tarix fənni ilə bağlı bir cümlədir. Yəni burada bədiilik, obrazlıq, məcazilik yoxdur deyə dəymirik. İkinciyə baxaq. Xilafət Azərbaycanın gözü olan, baxın məcaziliyi görürsünüzmü? Azərbaycanın gözü. Aranın bütünlüklə öz pəncəsinə, aranın pəncəsinə. Yəni ona görə də burada da məcazilik var. Çoxdan fürsət axtarırdı. 2 uyğun gəlir, çünki məcazilik var. Mətnimiz də bədii üslubda deyə 2 uyğun gəlir. Sonra 3-ə baxaq. Aran siyasi suverenliyini qorumağa cəhd etsə də, Ərəb xilafətinin vasalı kimi vergi ödəmək şərti ilə ondan asılı vəziyyətdə idi. Yenə də tarix elmi ilə bağlı bir məlumatdır. Xeyr, mətn üslubuna uyğun gəlmir. Bizə məcazilik lazımdır. Sonra Aran antik dövr və orta əsrlərdə Kür və Araz çaylarının qovuşduğu yerdə mövcud olan tarixi coğrafi məkandır. Yəni elmi üslubda olan bir cümlədir. Bu da heç. 5-ə baxaq. Siyasət dünyasında, siyasət dünyası məcazilik. Edilən təkliflərin arxasında gizlənmiş niyyətlər yenə məcazilik. Çözmədən cavab vermək özü də məcazidir. Ölkəni uçurumun kənarına gətirib çıxara bilər. Uçurumun kənarına ölkənin gətirib çıxarılması, burada da məcazilik var. Yəni ona görə də bədii üsluba uyğun olan 2 ilə 5-dir. O zaman cavabımız olur E variantı. Sonra 263. Mətndə tünd-qara hərflə verilmiş ifadənin şərhinə uyğun fikirləri müəyyən edin. Baxaq görək mətndə tünd-qara hərflə verilmiş ifadə hansı idi? Təşrif buyurmaqda. Mətndə əsas hissədə qarşısında 2 rəqəmi yazılan, yəni abzasda. Orada deyir ki, Şərqin hökmdarının təşrif buyurmaqda məqsədi nədir? Təşrif buyurmaqda, yəni ki, gəlmək, yəni bura gəlməkdə məqsədi nədir? Baxaq. Hörmət və nəzakət məqamında işlənilir. Bəli, xoş gəlmisiniz.
təşrif buyurmusunuz falan filan. Bəli, düzgündür. Biri götürək. Xahiş etmək yox. Təşrif buyurmaq gəlmək mənasındadır. Xahiş etmək mənasında deyil. Ona görə onun qarşılığı ola bilməz. Cənablar, içəri gəlin. Bayaq dedik axı, təşrif buyurmaq gəlmək mənasındadır deyə. Cənablar, içəri gəlin cümləsindəki ifadənin şərhi öz əksini tapıb. Bəli, bu doğrudur. 1-3. 4-ə baxaq. Hökmdarın qarşısında baş əydi cümləsindəki ifadənin şərhi yox. Təşrif buyurmaq baş əymək demək deyil. Gəlmək mənasındadır. Həqiqi mənadadır. Xeyr, təşrif buyurmaq məcazi mənadadır. Ona görə də cavabımız olur 1-3-6. Yəni B variantı. 264-cü suala baxaq. Deyir ki, əvvəlində rəqəm yazılmış hansı cümlə mətndən çıxarılsa, məzmun ardıcılığı pozular. Aha, rəqəm yazılmış cümlələrdən hansını çıxarsaq, məzmun ardıcılığı pozular. Bir baxaq. Deməli, birdə nə deyir? Deyir, xəlifə içəri daxil olanda bələdçinin göstərişi ilə Cavanşirlə müşahidçilər təzim etdilər. Hamı oturandan sonra xəlifə üzünü Cavanşir. Yəni sizcə nə? Lap tutaq ki, bu cümləni çıxardıq da buradan. Hə, xəlifə içəri daxil oldu. Cavanşirlə müşahidçilər təzim etdilər. Bu cümlə olmasa, yəni bunu buradan çıxartsaq, belə deyək də, mətnin məzmununa xələl gəlməz də. Aydın məsələdir ki, xəlifənin qarşısında baş əyəcəklər, təzim edəcəklər də. Yəni önəmli bir cümlə deyil. Çıxardıq, məzmununa xələl gəlməz. Fikir ardıcılığı, yəni belə deyək də, pozulmaz. İkinciyə baxaq. Cavanşir xəlifəyə 2 addım qalmış ayaq saxladı. Əşi 2 addım qalmış ayaq saxladı, 5 addım qalmış ayaq saxladı. Nə dəxli var? Yəni çıxarsaq heç bir mətnə xələl gəlməz. Sonra 3-ə baxaq. Xəlifənin gözlənilməz təklifi hökmdarı çaşdırdı. Cavanşir xəlifənin sərkərdələrini Azərbaycan uğrunda, Azərbaycanın zənginliklərini ələ keçirmək uğrunda necə didişdiklərindən xəbərdar idi. Cavanşiri qorxudan da bu idi. Baxın, belə deyək də, Cavanşiri qorxudan da bu idi. O qorxurdu ki, falan filan. Yəni bu şeylər var da. Qorxan insan təbii ki, duruxar, çaşar. Yəni bu cümləni də çıxartsaq, xələl gəlməz. Yəni hə, xəlifənin gözlənilməz təklifi hökmdarı çaşdırdı. Bunu çıxartsaq belə, xəlifənin gözlənilməz təklifi onsuz da o sonraki cümlələrdə görür ki, Cavanşiri qorxutdu. Yəni çaşdırdığını çıxartsaq o cümləni yenə də xələl gəlməz. Sonra 4-ə baxaq. O qorxurdu ki, bütün Azərbaycan hakimliyinə razı olsa, sərkərdələrin qəzəbinə tuş gələ bilər. Ondan əvvəl onun qorxmağından danışır ki, onsuz da baxın deyir ki, Cavanşir xəlifənin sərkərdələrin Azərbaycan uğrunda, Azərbaycan zənginliklərini ələ keçirmək uğrunda necə dediklərindən xəbərdar idi. Cavanşir qorxudan da bu idi. Yəni onsuz da o qorxmağının səbəbini verib orada. Yəni təzələn bir də o qorxurdu ki, falan filan. Bunu da çıxarsaq xələl gəlməz. Amma indi gəlin 5-ciyə bir dənə baxaq. Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Bura başdan başa türklər ölkəsidir. Aran cəmaatı da onların dilində danışır. Ona görə də fikirləşdim ki, baxın, bura başdan başa türklər ölkəsidir. Aran cəmaatı da onların dilində danışır. Gəl bunu yığışdıraq. Gəl bu cümləni çıxardaq. İndi təsəvvür edin. Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Sonra da dialoqunda verir ki, ona görə də fikirləşdim ki, şərqin hökmdarının torpaqlarını genişləndirib. Nəyə görə? Yəni, niyə genişləndirəsən? Demək ki, bu 5 rəqəmi olan cümlə çıxsa, istər-istəməz ortaya sual çıxar ki, yəni nəyə görə, nə fikirləşdin, nəyə görə belə fikirləşdin? Yəni 5 rəqəmi yazılmış cümlə, bu ona görə də fikirləşdim ki, əsas verir də ki, bu niyə belə fikirləşib? Deməli, biz onu oradan çıxartsaq, məzmuna xələl gələr və fikrin ardıcıllığına xələl gələr. Ona görə də məzmun ardıcılığı pozular. Cavabımız nə olar burada? A variantı. 265-ci suala baxaq. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Cavanşir, xəlifənin edəcəyi bütün təkliflərdən xəbərdar idi. Xeyr, əgər o xəbərdar olsaydı, misal üçün o Azərbaycan hökmdarlığını da ki, buna tapşırmaq istəyir, orada görürsünüz, deyir ki, xəlifənin gözlənilməz təklifi hökmdarı çaşdırdı. Gözlənilməz təklif idi. O, bunları bilmirdi axı. Düzdür, ona görə də biri götürmürük. Uzaq görəndir, siyasi vəziyyətdən nəticə çıxarmağı bacarır. Bəli, onun uzaq görən olmasını, siyasi vəziyyətdən belə deyək də, nəticə çıxarmağı bacarmasını əsas da o
Mətnin lap o sonuncu cümləsi var ha, Cavanşir gülümsündü və dedi, gəlmişdik saqqal dalınca, bığı da qoyub qaydardın deyirsən. Yəni, Azərbaycanın hökmdarlığının imtina elədirsə, burada bir məqsəd var idi. Demək, bu da ondan xəbər verir ki, bəli, uzaq görəndir, siyasi vəziyyətlərdə nəticə çıxarmağı bacaran adamdır. Demək ki, 2 doğrudur bizim üçün. 3-ə baxaq. Hakimiyyətini genişləndirmək üçün güzəştə getməyə də hazırdır. Yox, bunu xəlifəyə məncə aid eləmək olar. Demək, hakimiyyətini genişləndirmək üçün müəyyən qədər Cavanşirə güzəştə gedirdi, oraya deyirdi, razılaşırdı. Yəni, bu Cavanşirə aid olan bir şey deyil. 4-ə baxaq, xəlifə asıllığında olan hökmdarla hörmətlə davranır. Bəli, yəni biz onun Cavanşirə qarşı heç bir qübud rəftarını, davranışını görmədik mətndə. Ona görə də 4 doğrudur. 2-4. Daha 2-4-dürsə təbii ki, cavab C olar. Baxaq yenə də 5-ə baxaq. Sözünün yerə salınması onun qəzəbinə səbəb olur. Xeyr, mətndə belə bir məlumat yoxdur. Biz mətnə əsasən tapmalıyıq. İdarəçiliyi altında saxladığı ölkə haqqında məlumatlıdır. Bəli, Azərbaycan haqqında məlumatlıdır. Sonra Aranla bağlı məlumatlıdır. Ona görə də biz bunu da doğru cavab kimi qəbul edirik. Cavabımız nə oldu o zaman? 2, 4, 6. Demək belə. Məlumatlı olduğunu baxın, Götük bura başdan başa türklər ölkəsidir. Aran cəmaatı da onların dilində danışır. Ona görə də fikirləşdim ki, şərqin hökmdarının torpaqlarını genişləndirim. Yəni, yəni məlumatlı da, yəni mətni sadəcə bir də qayıdıb təzədən oxumaq istəmirəm ki, məhz o məqamı göstərəm ki, həqiqətən də məlumatlıdır, amma ən azından bu 5 rəqəmi verilən ifadə ilə də sübut eləmək olar ki, bəli, adam məlumatlıdır. Sonra baxaq indi 266-cı suala. Mətnə əsasən sxemi tamamlayın deyir. Baxaq. Biz demək plan qurmalıyıq da bir növ. Xəlifənin plan da sözləşmə şəkildə olur axı adətən. Xəlifənin səxavəti. Xəlifənin səxavəti mətnin hansı hissəsindədir? Əsas hissədə. Demək, bu birinci, bura uyğun gələn boşluğa əsas hissə yazaq. Bəs girişə özümüzdən plan quraq da, girişə. Girişə birinci abzasa baxaq və plan quraq. Misal üçün, deməli, Cavanşirin və müşahidçilərinin xəlifənin qəbul salonuna daxil olması. Birə bir plan qurmaq olar, bəli. Yəni, bu tip yazmaq olar. Demək, özü veribdir ki, Cavanşirin müşahidəsi təbii ki, doğrudur, əlbəttə. Yəni, başqa bir planla qurmaq olar. Dediyimiz kimi, misal üçün, Cavanşirin və müşahidəçilərinin xəlifənin qəbul salonuna daxil olması. Belə, girişə bunu yazaq. Sonra qayğılı sual. Qayğılı sual mətnin hansı hissəsindədir? Nəticədə. Görürsünüz, deyir ki, Dəvdək deyir, qayğılı şəkildə dilləndi. Buna nəticədir da. O Cavanşirlə Dəvdəkin dialoqu nəticə hissəsindədir. Dəvdək qayğılı şəkildə dilləndi. Dəməşqə varmanız çox xeyirli oldu. Ancaq başa düşmədik, niyə Azərbaycanın hökmdarlığından boyun qaçırdı? Yəni, demək ki, o qayğılı sual, onun verdiyi sual ki, sən niyə Azərbaycanın hökmdarlığından boyun qaçırdın? Bu, nəticə hissədədir. Bu boşluğa yazırıq nöqtələrin yerinə nəticə. Və əsas hissə ilə bağlı plan quraq. Əsas hissə ilə bağlı, misal üçün, yaza bilərik ki, xəlifənin təklifi. Yəni, ona təkliflər eləyirdi ki, sən istəyirik ki, deməli, Sülh Knyazlığında sənə verək, sonra nə bilim, Azərbaycanın da idarəsini sənə tapşıraq. Xəlifənin gözlənilməz təklifi, bu belə yazmaq olar. Və yaxud da Cavanşirin təcibi. Yəni, əsas hissə ilə bağlı belə planlar qurmaq olar. 267-ci suala baxaq. Çərçivə daxilində verilmiş hissədəki dialoq fərqli sətirlərdə verilsə də, əslində xəlifəyə aiddir. Onların arasında elə ifadə yazın ki, eyni şəxsə aid olub olmaması ilə bağlı şübhə aradan qalxsın. Mən sizə bir şey deyim. Çərçivə daxilində verilmiş hissə deyir. Amma mən burada çərçivə görmürəm axı. Biraz süzə salıq nasazlamışam. Burnum da tutulub. Fikrimi tam çatdıra bilmirəm. Çətinlik çəkirəm. Daha doğrusu fikrimi çatdıram. Danışmaqda çətinlik çəkirəm.
Çərçivə yoxdur axı burada. Mən burada çərçivə görmürəm. Bir dənə boşluq görürəm. Orada da ki, dialoq yoxdur. Ya indi bu çərçivəni çəkmək bunların yadından çıxıb. Ya da ki, vallahi nəsə mənə çatmadı. Amma mən mətni oxuyanda mən belə başa düşdüm ki, bu hissədir. Bu 5 rəqəmi yazılan var ha. Deyir ki, Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Bura başdan başa türklər ölkəsidir. Aran cəmaatı da onların dilində danışır. Ona görə də fikirləşdim ki, şərqin hökmdarının torpaqlarını genişləndirim. Təbii ki, bu xəlifəyə məxsusdur, düzdürmü? Qoy sən deyən olsun, dedi və əlavə etdi. Məndən başqa istəyən şərqin hökmdarı. Bax, məhz bu ifadəyə görə məndən başqa istəyən şərqin hökmdarı təzə sətirdən verilməsinə baxmayaraq, bu yenə də xəlifənin dialoqudur. Çünki xəlifədir Cavanşirə, əvvəllərdə də gördünüzmü mətnin əvvəlində o bir rəqəmi yazılan yerə baxın, orada da dialoqda şərqin hökmdarı xoş gəlib, səfa gətirib deyib Cavanşiri içəri çağırır. Yəni o Cavanşirə müraciət edəndə şərqin hökmdarı deyirdi. Hə, ona görə də təbii ki, bu məndən başqa istəyən şərqin hökmdarı, yəni qoy sən deyən olsun, məndən başqa istəyən şərqin hökmdarı bu xəlifənin nitqidir. Baxmayaraq ki, təzə sətirdən verilir. Düşünürəm ki, çərçivə bu hissələrdə olmalıdır. Və indi biz nə edəyək deyir? Deyir ki, elə eləyin ki, xəlifə deyir, onların arasında elə ifadə yazın ki, eyni şəxsə aid olması ilə bağlı şübhə aradan qalxsın. Baş üstə, şübhəni aradan qaldıraq. Məsələn, belə eləyək də onda. Cavanşirin sözləri xəlifəyə qəribə göründü. Hə, bax o nöqtədən sonra yazaq ki, misal üçün, o təəccüblə və onun nitqini yazaq. Və onda biz başa düşərik ki, məhz bu xəlifəyə aiddir. Və yaxud da o biraz susub, yenə də bilərik ki, bu xəlifəyə aiddir. Və yaxud da o bir qədər fikirləşib, davamlı da bura başdan başa türklər ölkəsidir, nə bilim, nə. Düşünürəm ki, o təəccüblə, o bir qədər susub, o biraz fikirləşib, o biraz düşünüb, bu tip cümlələr yazıb, sonra onun ardarda nitqini verə bilərik və beləcə sübut edərik ki, bu məhz xəlifəyə məxsusdur. Sonra 268. Deyir ki, mətndə nöqtələrin yerinə uyğun gələn məcazi mənalı iki ifadə yazın. Aha, mətndə nöqtələrin yerinə mətndə deyir ki, Cavanşir yenə də nöqtələr, sonra verir ki, istərdim sayə-i mərhəmətindən vergiləri bir qədər azaldasan. Baxın, Cavanşir yenə də. Artıq bu yenə də deyirsə, bir əvvələ baxaq görək. Bu Cavanşir xəlifəyə nəsə deməmişdən öncə neyniyirdi? Çünki burada bu yenə də, mən düşünürəm ki, bu vacib bir məqamdır. Cavanşir yenə də. Bax, ondan əvvələ baxsaq xarlarda. Məsələn, deyir ki, Cavanşir əllərini sinəsində çarpazlayıb baş əyərək dedi. Misal üçün, mən bura artırardım ki, Cavanşir yenə də əllərini sinəsində çarpazlayıb baş əyərək dedi. Yəni, düşünürəm ki, baş əyərək dedi. Amma bir dəqiqə bizə deyir ki, gözləyir. Hə, bir dəqiqə. Amma üslubu səciyyəvi xüsusiyyətlərinə uyğunlaşdırmalıyıq. Deməli, məcazi eləməliyik. Cavanşir baş əyərək bu məcazi deyil. Bunu artırmayaq. Yox, bunu artırmayaq. Başqa bir ifadə artıraq bura. Nə artıraq? Misal üçün, yazaq ki, Cavanşir. Görək bir şey fikirləşib taparıq indi. Görək, ora biz nə artıraq? Cavanşir bir qədər dərin fikrə gedib, belə eləmək olar. Cavanşir yenə də bir qədər dərin fikrə gedib, dərin fikrə getmək məcazi mənadadır. Mətnin üslubuna uyğun olar. Hə, onu artırmaq olar. Sonra nə artıraq? Və yaxud da belə də yazmaq olar. Bax, Cavanşir yenə də üzünü xəlifəyə tutub, burada da bir məcazilik var. Cavab verdi, bu da özü məcazidir. Yəni, bunları artırmaq olar. 269-cu suala baxaq. Deyir, altına xətt çəkilmiş cümləni mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərinə uyğunlaşdırmaqla iki müxtəlif formada yenidən yazın. Mətn bədii üslubdadır. Deməli, yenidən məcaziliyi artırmalıyıq da bu altına xətt çəkilmiş cümləyə. Cavanşir öz müşayiətçiləri ilə birlikdə iqamətgahına çatan kimi bütün yol boyu susmuş. Bura qədər, bu Cavanşirlə bağlı nə artıra bilərik? Məsələn, deyək ki,
Dərin fikirlərə qərq olan Cavanşir, belə deyək. Dərin fikirlərə qərq olan Cavanşir. Yazmaq olar. Nə bilim, dərin düşüncələrə dalan Cavanşir. Bir dənə məcazlik elədik, mətn üslubuna uyğun. Biri belə olsun. İkinci cür eləməliyik axı. Sonra birində də yazaq ki, Cavanşir, yəni belə deyim də, dərin düşüncələrə dalan Cavanşir öz müşahidəçiləri ilə birlikdə iqamətgahına çatan kimi bütün yol boyu susmuş və indi də kədərli görünən Dəvdək qayğılı şəkildə dilləndi. Biri belə olsun, yəni məcaziliyimiz bu oldu. Dərin düşüncələrə dalan Cavanşir. Hə, biri də ki, belə yaza bilərik də. Bax, orada deyir, kədərli görünən Dəvdək. Kədərli görünən Dəvdək, o da belə deyək, qəm dəryasına batan Dəvdək, belə də eləmək olar. Düzdür, gəmiləri qəm dəryasına batan Dəvdək. Bu formada da dəyişiklik eləyə bilərik, yəni məcazi ifadələr artıra bilərik. Belə. Sonra hansı qaldı? Nəhayət 270-ci sual qaldı. Deyir ki, mətn əsasında Azərbaycandakı həmin dövr ictimai-siyasi vəziyyəti ilə bağlı deyir, ən azı deyir 2 fikir yazın. Aha, həmin dövrdə Azərbaycandakı vəziyyətlə bağlı, ictimai vəziyyətlə bağlı. Nə yaza bilərik? Azərbaycan istilaya məruz qalmışdı, yaza bilərikmi? Yaza bilərik. Yəni, axı, Ərəb xilafətinin istilası altındaydı, işğalı altındaydı. Azərbaycan istilaya, işğala məruz qalmışdı. Bunu yaza bilərik. Sonra, başqa nə yaza bilərik? Hə, orada mətndə deyirdi ki, baxaq. Deyir ki, Cavanşir xəlifənin sərkərdələrinin Azərbaycan uğrunda, Azərbaycanın zənginliklərini ələ keçirmək uğrunda necə didişdiklərindən xəbərdar idi. Azərbaycan uğrunda, belə deyək, mübarizələr gedirdi. Azərbaycanın zənginliklərini mənimsənilirdi. Yəni, bu idi, ictimai vəziyyətlə bağlı, bunu yaza bilərik. Ölkədə azacaqlı vəziyyət idi. Azərbaycanın zənginliklərini ələ keçirmək üçün didişmələr gedirdi. Yəni, İctimai vəziyyətlə bağlı, yəni bunları yaza bilərik də. Düzdür, Ərəb xilafətinin istilası altındaydı, işğalı altındaydı. Sonra, hə, bir də vergi ilə bağlı. Bəli, orada o deyir, biraz vergiləri azalt. Bəli, ağır vergilər qoyulmuşdu. Xalq üzərinə ağır vergilər qoyulmuşdu. Bunu da deyə bilərik. Sonra, yəni, belə, bir-iki də yazıq bəsimizdir. Bu qədər, bu qədər, bu qədər. Videonu bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. Gözəl şərhlərinizi bizdən əsirgəməyin. Telegrama da abunə olmağınızı istərdim. Orada da testlər var. Girib yəni o testləri işləyə bilərsiniz. TikTokda Elnura Mahmudova yazmaqla abunə olmağınızı çox istərdim. Əməyə hörmət əlaməti olaraq. Başqa hansısa bir mətnin izahını istəyirsinizsə deyin. Vaxt olduqca təbii ki, izah edərəm. Və yaxud da ola bilər ki, mövzu izahı və yaxud da ola bilər ki, hansısa testlərin izahı, istər Azərbaycan dil fənni, istər ədəbiyyat fənni. Yazın, deyin. Təbii ki, izah eləmək bizim də borcumuzdur. Sağ olun, sağlıqla qalın.